Qubadlı. Bu ad çəkiləndə göz önünə təkcə füsunkar təbiət, uca dağlar və saf bulaqlar gəlmir. Bura həm də Azərbaycanın elm, mədəniyyət və maarif səmasında parlayan, dəyərli şəxsiyyətləri ilə tanınan müqəddəs bir diyardır. Bu torpaq hər zaman zəhmətkeşliyi, elmə olan sevgisi və dərin ziyalılığı ilə seçilən neçə elm adamı, sənətkar və fədakar müəllim yetişdirmişdir. Qubadlının yetirdiyi ziyalılar yalnız sinif otaqlarında bilik verməklə kifayətlənməmiş, gənc nəsillərin qəlbində vətən sevgisi, ləyaqət və əməksevərlilik çırağı yandırmışdılar. Dağların qoynunda yerləşən bir kənddə müəllim olmaq təkcə lövhə arxasında elm öyrənmək deyil. Həm də o uca dağlar kimi əzəmətli, təmkinli və ətrafa nur saçan olmaqdır. Dağ kəndinin müəllimi sadəcə təhsil vermir. O çətin şəraitdə belə balaların qəlbində bilik çırağı yandıran, onlara vətən sevgisi və əməksevərlilik aşılayan zəhmətkeş və tələbkar bir ağsaqqaldır. Onun hər bir öğüdü, hər bir addımı gələcək nəsillər üçün sönməz bir mayaqdır. İllərin və əsrlərin sınağından çıxmış belə fədailərin ömrü əslində bütöv bir xalqın maariflənmə sağlaməsidir. Belə dəyərli insanlardan biri də unudulmaz müəllim, bacarıqlı pedaqoq və ağsaqqal, əməkdar müəllim İsfəndiyar Haqverdioğlu İbrahimovdur. İsfəndiyar İbrahimov 1910-cu ildə Qubadlı rayonunun Hal kəndində Ortabab kəndli ailəsində dünyaya göz açmışdı. O, sözün və sənətin qiymətləndirildiyi bir ailədə böyümüşdü. Atası Haqverdi Zəngəzur və Qarabağ bölgəsində tanınmış şairlərdən biri olmuş, qoşma və qəzəlləri dillər əzbərinə çevrilmişdi. Qardaşı İdris isə yaxşı bir yazıcısı kimi tanınırdı. Belə zəngin mənəvi mühitdə yetişən İsfəndiyar müəllimin gələcək həyatında bu ailə tərbiyəsi mühüm rol oynamış, onun bilikli və istedadlı bir şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərmişdi. İlk təhsilini doğma Hal kənd orta məktəbində alan İsfəndiyar müəllim elm yolunda inamla irəliləyərək Şuşa Pedaqoji Məktəbində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat Fakültəsində təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra o, müəllimlik fəaliyyətinə başlayaraq rayonun müxtəlif məktəblərində çalışmışdı. 1961-ci ilə qədər müəllim kimi fəaliyyət göstərmiş, həmin ildən ömrünün sonuna qədər Hal kənd orta məktəbində direktor vəzifəsində işləmişdi. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fəal iştirak edən İsfəndiyar müəllim həyatının bu çətin dövrünü də şərəflə yaşamışdı. O, müharibə xatirələrini danışarkən qeyd edirdi ki, boyunun uzaq olması səbəbindən əsgərlər sıraya düzüləndə həmişə ön sırada dayanardı. Müxtəlif döyüşlərdə bir neçə dəfə yaralansa da, talehin hökmü ilə müharibədən sağ-salamat qayıtmışdı. Bu səbəbdən o, sonraki həyatında vətənpərvərlik məsələlərinə xüsusi diqqət yetirir, şagirdlərə sülhün və əmin-amanlığın dəyərini aşılayırdı. Müharibədən sonra o, qələmi silahla deyil, biliklə əvəzlədi. İsfəndiyar müəllim yalnız pedaqoji fəaliyyəti ilə deyil, ictimai həyatda da fəallığı ilə seçilirdi. O,
O rayon ictimaiyyətinin fəallarından biri olmuş, dəfələrlə kənd sovetinin deputatı və Qubadlı rayon partiya komitəsinin plenum üzvü seçilmişdi. Yüksək şəxsi keyfiyyətləri, dürüstlüyü və prinsipallığı ilə ətrafında olan insanların böyük hörmətini qazanmışdı. O həm də kəndin ağsaqqallarından biri idi. Xeyirşər məclislərində ağsaqqallıq edərək insanlara yol göstərərdi. Onun rəhbərliyi dövründə Halkənd Orta Məktəbi yalnız Qubadlı rayonunda deyil, bütün respublikada qabaqcıl təhsil ocaqlarından biri kimi tanınırdı. Məktəbin məzunlarının 90-95%-nin respublikanın müxtəlif ali məktəblərinə qəbul olunması İsfəndiyar müəllimin pedaqoji ustalığının və təhsilə olan yüksək məsuliyyətinin bariz göstəricisi idi. İsfəndiyar müəllim tələbkar, prinsipial və eyni zamanda son dərəcə qayğıkeş pedaqoq idi. 1974-cü ildə Azərbaycan SSR Maarif Naziri Mehdizadəyə göndərilən rəsmi məktubda bu uğurlar dövlət səviyyəsində qeyd olunurdu. Məktubda bildirilirdi. İbrahimov yoldaş direktor işlədiyi müddətdə həmin məktəb rayon xalq maarif şöbəsinin və Maarif Nazirliyinin işçiləri tərəfindən yoxlanılmış və məktəb respublikada ən qabaqcıl məktəb kimi müəyyən edilmişdir. Məktəbdə icbari təhsil qanununa dair xalq təsərrüfatı planı 100% yerinə yetirilir. Şagirdlərin böyük hissəsi ali məktəblərə qəbul olur. Onun rəhbərliyi ilə məktəbdə geniş laboratoriya, kitabxana, emalatxana, hətta radio qovşağı fəaliyyət göstərir. Maraqlıdır ki, İsfəndiyar müəllim 25 iyun 1974-cü ildə fərdi təqaüdə çıxmaq istəsə də, nazirlik və rayon rəhbərliyi onun əvəz olunmazlığını bildirdilər. Münasib kadr tapılmadığı üçün o 20 avqust 1974-cü ildə yenidən öz doğma vəzifəsinə qaytarıldı. Çünki Qubadlı maarifinin onun təşkilatçılıq istedadına ehtiyacı var idi. Hal məktəbi 1935-ci ilə qədər 7 illik məktəb kimi fəaliyyət göstərmişdir. 1935-ci ildən isə 10 illik məktəb kimi fəaliyyətə başlamışdır. Məktəbin ilk direktoru İbrahimov İdris Haqverdiyoğlu olmuşdur. 1958-ci ilə qədər İmanov İmran, Paşayev Paşa, Mehdiyev Qulu bu məktəbdə direktor vəzifəsində çalışmışdılar. 1958-ci ildən 1980-ci ilə qədər İbrahimov İsfəndiyar Haqverdiyoğlu direktor vəzifəsində çalışmışdır. Bu illərə qədər olan dövr İsfəndiyar müəllimin adı ilə bağlı olan ən məhsuldar illərdir. O, 1960-cı ildə əməkdar müəllim adına layiq görülür. Əməkdə fərqlənməyə görə medalı və şərəf nişanı ordeni ilə təltif olunmuşdur. İsfəndiyar müəllimin vəfatından sonra məktəbə Mehdiyev Şirin, Abbasov Tahir və Mehdiyev Allahverdi rəhbərlik etmişlər. Bir çox tanınmış ziyalılar məhz Hal məktəbinin məzunları olmuşdur. Onlardan Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik Saqov, Sumqayıt şəhər İdraç liseyinin direktoru Mövsüm Alışov, travmatoloq Məhəmməd Cabbarov, pediatr Asif Kəlbəliyev, elmi işçi Şamil Quliyev, Qubadlı rabitə qovşağının keçmiş rəisi Yusif Quliyev, Neft Akademiyasının professoru Mürvət Kərimov, Qubadlı Təhsil Şöbəsinin müavini olmuş Kamil Əhmədov, Bakı Lift şirkətinin rəisi olmuş Şəmdin Abışov, məktəb direktoru olmuş Yeganə İmanova, məktəb direktoru Sədaqət Hüseynova və bir çoxlarını misal göstərmək olar. 1994-cü ildən məktəb hal-hazıra qədər
Mirağa Əli oğlu Əliyevin adını daşıyır. Hal məktəbi həm də qəhrəmanlar ocağıdır. Bu məktəbin 8 şəhidi var. Milli qəhrəman Əliyar Əliyev, Ağayev Əlisadət, Haqverdiyev Şahin, Abuşov Şakir, Yusifov Qurban, Şəfiyev Habil, İsmailov İlham və Camalov Camal. Bu adlar vətənin şərəf tarixidir. Hal kənd orta məktəbi təkcə kəndin deyil, ətraf yaşayış məntəqələrinin də əsas təhsil ocaqlarından birinə çevrilmişdir. Uzun illər boyu yaxın kəndlərdən çoxlu sayda şagird bu məktəbə gələrək burada təhsil almış, savadlanmış və gələcək həyat yollarını məhz bu məktəbdən başlamışdılar. Beləliklə, Hal kənd məktəbi bölgədə maarifin yayılmasında mühüm rol oynamış və Qubadlı rayonunun təhsil tarixində özünə məxsus yer tutmuşdur. Qubadlı rayonunun müasir inkişaf mərhələsində, xüsusilə işğaldan sonraki dövrdə təhsilin, mədəniyyətin və sosial rifahın qorunub saxlanılmasında Qubadlı rayon icra hakimiyyətinin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqovun rəhbərliyi altında həyata keçirilən tədbirlər didərgin düşmüş bir xalqın həm mənəvi bütövlüyünü, həm də intellektual potensialını qorumağa xidmət etmişdir. Rayon rəhbərliyinin fəaliyyətinin ən parlaq səhifəsi məhz təhsilə göstərilən diqqətdir. İşğal dövründə məktəblərin fəaliyyətinin bərpası və maddi-texniki bazanın gücləndirilməsi öndə duran məsələlərdən biri olmuşdur. Məcburi köçkünlərin yığıcan məskunlaşdıqları ərazilərdə müasir tələblərə cavab verən ondan çox yeni məktəb binası inşa edilərək istifadəyə verilmişdir. İcra hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhəri Suraxanı, Sabunçu, Binəqədi, Sumqayıt və Abşeron ərazilərində rayonun Qaralar, Aşağı Mollu, Çaytumaz, Mahruzlu, Xanlıq, Dəmirçilər, Hal və bir neçə yeni hər cür şəraiti olan binalar tikilmişdir. Hazırda rayon şagirdlərinin 50%-dən çoxu yeni binalarda, qalan hissəsi isə əsaslı təmir olunmuş və istilik sistemi ilə təmin edilmiş müasir təhsil ocaqlarında oxuyurlar. Bu təkcə bina tikintisi deyil, həm də Qubadlı maarifçilik ənənəsinin qorunması deməkdir. Rayon rəhbərliyi çalışır ki, Qubadlıya qayıdışdan sonra da Hal kənd tam orta məktəbi kimi tarixi təhsil ocaqları öz doğma yerlərində İsfəndiyar müəllimin arzuladığı o yüksək səviyyədə fəaliyyətini davam etdirsin. İsfəndiyar müəllim kimi nurlu şəxsiyyətlərin yolu bu gün də icra hakimiyyətinin dəstəyi ilə Hal kənd tam orta məktəbində və digər təhsil ocaqlarında şərəflə davam etdirilir. İsfəndiyar Haqverdi oğlu İbrahimov 1980-ci il mart ayının 3-də vəfat etdi. Lakin o ölmədi. Bugün onun anadan olmasının 116-cı il dönümündə adı yenə də ehtiramla anılır. Onun ömür yolu Azərbaycan müəlliminin necə olmalı olduğunu göstərən canlı bir nümunədir. İsfəndiyar müəllim kimi insanlar zaman keçsə də unudulmurlar. Onlar yaşadıkları həyatla tarixin özünə çevrilirlər. Onun zəhməti, tələbkarlığı və insanlara bəxş etdiyi nur Hal kənd məktəbinin divarlarında, məzunlarının uğurlarında və yetişən yeni nəsillərin yaddaşında əbədi həkk olunub. Qubadlı maarifinin sönməz məşəli, Hal kənd məktəbinin unudulmaz rəhbəri İsfəndiyar müəllim. Sizin ruhunuz şaddır. Çünki canınızdan artıq sevdiyiniz Hal kənd məktəbi bu gün də sizin qoyduğunuz o müqəddəs yolla gələcəyə inamla addımlayır.